Elə xanım, bu sənətdə olan xanım ifaçıların bir çoxları söyləyirlər ki, həm ailə, həm sənəti bir arada tutmaq çox çətin məsələdir. Sizə çətin deyil ki? O qədər uzun bir mövzudur ki, yəni həqiqətən çox çətin. Mən həmişə deyirəm ki, bəylərə də çətindir. Onlar da bir ailə başçısıdır, onlar da ailə yükünü çəkir. Amma xanımların işi daha çətindir ki, xanım hamıdan öndə durur, hamıdan tezdən durur. Bütün evin yükünü, təmizlik, özdə elə bir insanam ki, heç kəsə nə yeməyi, nə evin təmizliyinə etibar elə bilən insan deyiləm. Uşaqlar da artıq ailə elə öyrəşib ki, amma hər gün 2 cür, 3 cür yemək pişirməlidir. Başqa əldən yemək gələndə inanın tam səmimiyyətimə ki, onlar onu hiss eləyirlər. Deyirlər ki, yox, bu sənin pişirdiyin deyil də, dadı, duzu fərqlidir. O yüzdən olduqca çox çətindir. Xanım hər zaman bəzəkdə olmalıdır, formada olmalıdır. Kişilər, bəy əfəndi deyək ki, 2 pencəkdir də, başqa bir fərqli onu şalvarla evdən geyindi, çıxdı, saçını bir dənə balaca daraqla belə elədi, bəs olur daha. Amma xanımların saç düzümü biraz uzun olması zaman çox aparır. Yəni tərilməm, həqiqətən də çox çətindir. Amma buna rəğmən işimi, sənətimi sevirəm. Bəzən də həyat yoldaşının qadağaları olur. Olur. O artıq... Amma mən elə bir şeylər etmədim ki, o mənə qadağalar qoysun. O yüzden mən biraz rahatam. Mənim ailəm məni sənətdə görüb, sevib və günü bugünə qadardır. Mənim qaynanamı da salamlayıram, efirdən mənə baxır hal-hazırda və o mənə həmişə deyir ki, mənim üçün efiri bəzəyən sənsən. Ona görə tez-tez efirlərdə ol. Can, o yüzden o da mənə yardımcı olur, hələ biz bir evdəyik. Yəni o mənə çox yardımcı olur ki, mən məsələn yoxam indi çay məsələ dəmlidirsə əgər o yeməklərini də verəcək uşaqların, hər şeyə baxacaq nənə sağ olsun. Amma yəni yenə də ki var qadın, əlbəttə nənə Allah canını sağ eləsin. Elə bütün böyüklərimizə Allah ömür versin. Ağbirçəksiz, ağsaqqalsız olan yer, yəni həqiqətən də bərəkət olması, həqiqətən də. Ona görə hər biriniz Allah sağlıq olsun. Tahir müəllim, sizə də Allah möhkəm can sağlığı versin. Bütün böyüklərimizə. Belə. Ülviyə xanım, sizdə necə çətinlik? Çətindir, çox çətindir. Mənim də qızım balacadır biraz. Ona görə bəzən yoldaşım deyir ki, dəvətlər olanda, məsələn 5 dəvət varsa, mən ancaq 2-sinə gedə bilirəm də. Deyir uşağı, yəni yalnız, hansı ki anamgilin yanındadır, əmin əllərdədir. Allah bütün valideynlərin canını sağ eləsin. Amin. Amma yenə də hardasa da biraz narahat olursan, uşağı qoyub gəlirsən, istər-istəməz hamısı. Bu analıq instinktidir yəni. Çox, mən də biraz daha həssasam. O da həssas uşaq olduğu üçün mən də daha çox həssasam. Ona görə biraz sənətimə də çox vaxt ayıra bilmirəm. Bəs həyat yoldaşının qadağası varmı ki, nə olar, nə olmaz? Sənətimə qadağası yoxdur. Amma bəzən çox, yəni evdə olmayanda biraz narahat olur ki, yəni uşaq yanında daha çox vaxt keçir də. İstər-istəməz insan hər şeyini evladına qurban edir. Onlar üçün əslində yaşayırıq da demək olar ki, bir müddətdən sonra bütün valideynlər uşaqları üçün yaşayır. Deyirsən, nə qədər varamsa onun qulluğunda dayanım. Onun yanında olum, bacardığım qədər ona öz sevgimi verə bilim. Yəni, o da güvənsin həyata, insanlara, öz sevgisini verə bilsin. Yəni, bunlar biraz ona görə Allah qorusun, Allah can sağlığı Allah bütün versin. balaları qorusun, amin inşallah. Onların borclu olduğumuz varlıq varsa o da evladlarımızdır. Niyə? Evlad, Allah Teala hər bir evi körpəli eləsin, evladlı eləsin. Kim arzuluyursa hər kəs Allah nəsib eləsin. Yəni bilirsiniz, valideynimdir, böyüdüb, sağ olsun, əlimi çörəyə çatdırıb, sağ olsun. Mən bunu itirmirəm. İtirmirəm və ölüncə də yəni borclu bilmirsəm də, yəni ən azından mən onu dərk eləyirəm. Çünki özüm də valideynəm. Amma evlad istəməyib bu dünyaya gəlməyə. Onu bu dünyaya biz gətirmişik. Və onun əlini çörəyə də çatdırmaq, onu ayaq üstə qaldırmaq, cəmiyyətə yararlı bir şəxsiyyət kimi yetişdirmək mənim borcumdur. Hər zaman yanında olmalıyıq, həmişə, hər zaman. Ata-anaya da borcu var. Borc var, mən yenə də deyirəm, o elə borcu demirəm. Mən ona ölüncə də baxaram, atama da, anama da. Baxmırıq mı? Hamımız yenə də eləyirik. Amma elə bilirəm ki, evlada... Və borcluyum. Bilmirəm. Yenə də ola bilər ki, mən fikirlərimi bəlkə də tam... İnsana ən böyük güc verir, yaşama səbəbidir əslində. Həm evladlarımız, həm ata-anamız. Təbii. Mən
Atamın bu dəqiqə o qədər sevinirəm ki, yəni anam yoxdur amma atam deyirəm Allahım dünya durduqca Allah canı qorusun. sağlam olsun, Amin, yaşasın, amin. Bütün isti ata-analarım. nəfəs həmişə üstümüzdə olsun. Əlbəttə ki. Yəni o Şəxsən mənim üçün övladımdan üstündür, yəni anamdır. Allah can sağlığı. bəlkə də mənim anam Fikirlər yoxdur müxtəlifdir. artıq. Hə, Anamdır, fikirlər elhamdülillah. müxtəlifdir. Mənim üçün Mən valideynlər üstün ya övladlarından qeyri-üstünü üstün. demirəm. Yox, üstün və yaxud da qeyri-üstünü demirəm. Mən borcdan danışıram ki, o evlad istəməyib dünyaya gəlməyə, onu mən dünyaya gətirmişəmsə, ona baxmalıyam da mən onun atası deyiləm ki. O nasaz da olsa, o xəstə də olsa, o elə sağlam da olsa ona mən baxmalıyam. Valideynın Bəli, borcudur. bəli, borcumuzdur. Onu demək istəyirəm. Çünki hələ o Amma nələrsə dərk estağfurullah, eləmir. böyükləri, yəni ki, mən elədiyini itirmək sarıdan demirəm, yox. Yox. Böyüklərimizi Allah var etsin. Ondan öncə də mən neçə dəfə dedim ki, Allah onların hər birinə can sağlığı versin ki, heç canları ağrımasın. Bəzən olur deyirlər ki, ay oram ağrıdı, vay belə o qədər həssasam ki, o sardan da gedim. Allah görəsən içimdə çox onu çək-çevir eləyirəm. Bir üzə verməsəm də deyirəm görəsən ay Allah nə kimi problemi var. Həkimə aparmağa qorxarsan ki, deyərsən ay Allah birdən nəsə bir yanlış bir şey işlərsən, istəmədiyin, qəbullanmadığın hansısa bir şey işitsən, bununla da barışmaq da var. Mən bu itki ilə yaşamışam, bilirsiniz. Bəli. Tamına 21 il öncə mən anamı itirmişəm. Allah rəhmət. Və ondan böyük itki yoxdur, ondan o anası yoxdur. Yaşamadıq mı? Yaşayırıq. Əlbəttə. Nə qədər də desək ki, yox, ölərəm, qala bilmərəm sənsiz. Amma həyat budur, torpağın özü də soyuqdur. İnsan yaşayır İnsan da hər yeri şeyə gəlir, alışır, gülürsən, öyrənir, alışırsan, bəli, əlbəttə. zamanla hər şey alışırsan. Ona görə də Allah Teala Amma valideynlərimizi vaxtsız valideyn Amin. itkisi çox Mənim böyük üçün bir vaxtsız yaradır. olub. Mənim 18 yaşım vardı onda. Nə yaşım vardı ki? Mən heç həyatı dərk eləmirdim onda. Tələbə idim, hələ mənim daha belə şıltaq dövrüm idi onda. Mən ana qayğısına ehtiyacım olan bir dövrdə anam məni yüklü qoydu, getdi. Evdə ata, qardaşım, tələbəlik həyatı, axşam işləyirdim, restoranda oxuyurdum, bilmirdim hansına çatdırım. Mən o zamandan yüklü olmuşam. O yüzden bu indi artıq bir çəkişməsən bərkişməzsən. Həyatın hər üzünü çətini. Sadəcə olaraq efirdə duyğusal danışıb mən istəmirəm ki, bu problemlərlə insanları yükləyim. Onlar alışıb bizi həmişə güləriz görməyə, xoş simada görməyə. Hamının çətinliyi də Hamı, var. Yəni, özgə ailə qaranlıq meşədir. Zaman İnanın zaman. ki, daha çox gülən insanın daha çox qayğısı olur. Evet. Daha çox problem olur. Allah sənə güc qüvvət versin. Hamımıza, cümləmizə inşallah ki, amin.